Yanacaq doldurma məntəqələri niyə müştəri davranışlarını izləmir? Hər dəfə yolda gedərkən yanacaq doldurma məntəqələrinin qarşısında uzun növbələr görürəm. Bu, son dövrlərdə avtomobillərin bəzilərinin, xüsusən də taksi ilə məşğul olan sürücülərin avtomobildə qazdan istifadə eləməsidir. Belə ki, hələ də heç bir yanacaq doldurma məntəqəsində qaz doldurulma hissələrinin artdığını və yaxud hər hansı bir filialın sırf qaz doldurulma üçün ayrıldığını görməmişəm. Amma bu uzun növbələr hər hansı bir yanacaq doldurma şirkətinin qarşısında ola bilər. Bu o deməkdir ki, siz biznes olaraq müştərilərinizin davranışlarını, onların çevik olaraq hərəkətlərini izləyərək ehtiyaclarına uyğun təkliflər versəz, çox yaxşı satışlar əldə edə bilərsiniz. Belə ki, hər hansı bir yanacaq doldurma məntəqəsi indi buna uyğun addım atsaydı, bu növbələrin qarşısını almaq üçün bir məntəqədə bir neçə yanacaq doldurma hissəsi qoysaydı, bütün sürücülər oranı seçərdi. Bəs siz öz biznesinizdə müştərilərin istəklərinə, müştərilərin ehtiyaclarına cavab verə bilirsinizmi?